Qəbizlik hamiləlikdə xoşagəlməz və tez-tez rast gəlinən bir haldır. Orqanizmdə hamiləliyin baş verməsi və hormonal dəyişikliklər qəbizliyin əmələ gəlmə ehtimalını artırır. Adətən hamiləliyin 2-ci, 3-cü aylarında daha çox qəbizlik rast gəlinir. Bu da artmış progesteron hormonunun təsiri ilə əlaqəlidir. Belə ki, progesteron hormonu bağırsaqlara relaksasiya edici təsir göstərir və bu da qida qalıqlarının evakuasiyasını çətinləşdirir. 2-ci, 3-cü trimestrdə isə qəbizlik adətən böyümüş uşaqlığın bağırsağı sıxmağı nəticəsində əmələ gəlir. Bundan başqa, hamiləlik zamanı çoxlu miqdarda dəmir qəbul edildikdə dəmir bakteriyaların bağırsaqda qidaları parçalanmasına çətinlik törədir. Həmçinin balanslaşdırılmamış qidalanma, lazımi qədər maye qəbulunun olmaması və fiziki aktivliyin məhdudluğu da qəbizlik ehtimalını artırır. Hamiləlik zamanı qəbizlik hətta babasilə və anal çatlara da gətirib çıxara bilər, hansı ki, bu da hamiləliyin gedişatını və doğuşu çətinləşdirir. Bəs hamiləlikdə qəbizliyi necə aradan qaldırmaq olar? İlk növbədə hamilələr mütləq qida rasionuna diqqət etməlidir. Gündəlik mütləq şəkildə lifli qidaların istifadə olunmalıdır. 8-12 stəkan maye qəbulu olmalıdır və həftədə 2-3 dəfə 30 dəqiqəlik yüngül fiziki aktivlik, həmçinin gəzinti edilməlidir. Əgər hamilələr bu həyat tərzindəki dəyişikliklərə baxmayaraq qəbizlik uzun müddət xroniki davam edirsə, mütləq həkim məsləhəti ilə həkim tövsiyəsi əsasında laksativ preparatlar qəbul edilməlidir.